Dəyərli izləyicilərimiz, Avtotəmir.az saytının peşəkar ustası, kondisioner ustası İsmail Usta buradadır ki, İsmail Ustaya suallarımız olacaq. Daha doğrusu sizin yönləndirdiyiniz sualları bir də burada qısa sual-cavab edək də İsmail Usta. Ən çox verilən suallar nədir? Ən çox verilən suallar odur ki, kompresorun təmiri həyata keçirilirmi? Bəzi ustalar özü təmir edə bilmir deyə başlayırlar o sistemi sosialda zadda qaralamağa ki, kompresorun təmiri həyata keçirilmir və yaxud da ki, keçirilsə uzun müddətli işləmir. Mən buradan deyirəm ki, biz illərdir kompresorun təmirini həyata keçirdirik və zəmanət veririk. Bizim zəmanəti də keçərək illərdir bizim təmir etdiyimiz kompresorlarda problem yaranmayıb. Kimin şübhəsi varsa, kimsə narahatdırsa, götürsün, gəlsin, biz təmir edək və zəmanət verək. İkinci daha çox verilən sual? İkinci daha çox verilən sual firyonun keyfiyyətidir. Tamam. Sizdə hansı firyon işlədilir, hansı keyfiyyətdədir? Mən buradan deyirəm, həmişə də demişəm, özü sosialımızda da var ki, biz bizə özəl olan qaz gətirdiririk. O qazı ancaq biz işlədirik. Qısa məlumat verə bilərik, hardan gəlir, ya hansı keyfiyyətdir? Amerika qazı işlədə bilirik, Amerika qazı işlədirik çox vaxtı, Portuqaliya qazı işlədirik. Yəni hansı uyğun gəlirsə, qiymət baxımından uyğun gəlirsə, onu gətirdiririk, biz o qazlardan işlədirik. Yaxşı, 1234 var. Düzdürmü? 1234 bəli varımızdır, tam keyfiyyətlə iş görülür. Komandamız peşəkardır. Bəli. Bunu da deyim hər kəsə. Bir 7 nəfərlik komandamız var. Ən az işləyəni 6-7 ildir işləyir. Peşəkar komanda ilə işləyirik. Daha çox verilən suallardan biri də ümumiyyətlə yoxlanışın ödənişi nə qədərdir? Belə deyim də, yoxlanış əgər biz pul alası olsaydıq, ona qiymət qoyası olsaydıq, biz illərdir pulsuz eləyirik. Onun ən aşağısı bir 40 manat ödənişi olmalı idi. Bəli. Biz onu ödənişsiz həyata keçiririk. Yoxlanılır tam şəkildə. Bəli. Avtomobildə buraxma, kompresorun işləyib işləməməyi, trubkaların nə vəziyyətdə olduğu hamısı yoxlanılır və sizə dəqiq cavab verilir. İstəsəniz burada düzəltdirə bilərsiniz, istəsəniz sağollaşıb gedə bilərsiniz. Usta, növbəti verilən sual nədir? Növbəti verilən sual, ən çox mənə verilən sual WhatsApp-dan və yaxud da sosiallardan verilən sual odur ki, bu klapan deyilən bir şey var kompresorda. Onun yenisini almaq nə dərəcədə düzgündür? Yenisi, mən deyim ki, onu birincisi tükan verəndə üstünə avtomobilin üzərinə qoyanda geri qaytarmırlar. İşləyə də bilər, işləməyə də bilər. Amma bizim təcrübədə onu göstərir ki, dəfələrcə olub ki, müştərilər yenisini alıb, yəni ən çox işləyəni 1-2 ay işləyib bu yenisinin. Bəli. Ona görə yaxınlaşın, burada baxılsın, təyin olunsun, deyilsin sizə. Nə lazımdırsa köməklik göstərilsin. Yəni klapanın mağazadan almağa ehtiyac yoxdur da, klapanın özünü siz təmir edirsiniz. Belə anladınız da, düzdürmü? Biz kompresorda olan bütün problemləri təmir edirik. Aydın. Gedib detal axtarmağa ehtiyac yoxdur. Bütün problemləri, kondisionerə aid olan bütün problemləri təmir edirik. İsmail Usta, böyük ehtimal ki, daha çox verilən suallardan biri də görülən işin xidmət haqqısı nə qədərdir? Telefonda soruşursunuz. Hə, bizi iş vaxtında ən çox narahat edən suallardan biri də elə oldu. Çox gözəl vurğuladınız. Sual verilir ki, bunun təxmini qiyməti nədir? Bu işin təxmini qiyməti yoxdur, əzizlərim. Hər avtomobildə fərqli-fərqli qiymətlər olur. Biz ödənişsiz şəkildə sizə bunu yoxlayıb deyirik. Bəli. Qiyməti də və yaxud da orada görülən işi də. Bəli. Ona görə zəhmət olmasa, telefonda onu soruşmaqdansa, vaxt itirməkdənsə, yaxınlaşın, bizi yoxlayaq, sizə deyək. Növbəti məsələ, sürücülərimizə biz bildirək, İsmail Usta, bu il yenilik var. Kredit kartları ilə 2 aydan 12 aya qədər bölmək var. Bir də ki, şəxsiyyət vəsiqəsi ilə kreditləşdirmə var. Bu mümkündür, yəni? Mümkündür, hər iki halda mümkündür. Ola bilər ki, bax, kondisionerdə problem var, indi qarşıdan yay gəlir, xidmət göstəriləcək, imkanınız çatmasa da onu aylara bölərək az-az ödəniş etməklə siz bu ödənişləri reallaşdıra bilərsiniz. İsmail Usta, sürücülərimiz kondisioner və kompresor təmiri ilə bağlı hansı ünvana yaxınlaşsınlar? Mikail Əliyev 76 gedir ünvanımız və nömrəmiz mövcuddur hər yerdə. Bəli. Nömrədən WhatsApp-dan əlaqə saxlayıb konum istəyə bilərlər. Amma ünvan olaraq qeyd eləsək? Ünvan olaraq köhnə maşın bazarı dairəsinin sağ tərəfində yerləşir. Mikail Əliyev 76 gedir. Əla. Gözləyirik sizi.